Bismillahirrahmanirrahim və bihi nesta'in və sallallahu ala seyyidina və nəbiyyina Muhammed və alihi tahirin. Nəh bəhsimizdə keçən dərslərdə əlhamdülillah məf'ul bəhsi tamamlandı. Məf'ulun bih, məf'ulun fi, məf'ulun ləh, məf'ulun mutlaq. Demək olar ki, bu məf'ulların hamısı mənsub isimlərdən idi. Yəni daimən nəsibli halında gəlirdilər ki, məf'ul bəhsi tamamlandı. Amma mənsubat bəhsinin davamında bugünkü bəhsimizdə hal və təmyiz barəsində bəhs edəcəyik. Hal və təmyiz hər ikisi isimdir və mənsub olan, nəsiblənmiş olan isimlərdəndir. Ki, həm hal kəlməsi, həm təmyiz kəlməsi lüğətdə hərəsinin özünə məxsus mənası vardır. Lakin bizim məqsədimiz nəhv elmində olan terminoloji mənasıdır. Hal nədir, təmyiz nədir? Əvvəl hal bəhsin başlayaq. Hal keçən məf'ullar bəhsində deyildiyi kimi nəsblənmiş bir isimdir ki, failin ya məf'ulun hansı keyfiyyətdə baş verməyini çatdırır. Əgər yadınızda olsa, keçən bəhslərdə, məf'ul bəhslərində dedik ki, məf'ulun bih, yəni fiil onun üzərində baş verir. Məf'ulun mutlaq, fiilin ədədin, təkidin və yaxud da növün bəyan edir. Məf'ulun fi, fiilin harada və yaxud da hansı zamanda baş verməyini çatdırır. Məf'ulun ləh, fiilin hansı səbəbə xatir baş verməyini çatdırır. Hal da nəsiblənmiş bir isimdir ki, burada artıq failin və yaxud da məf'ulun hansı keyfiyyətdə fiilin baş verməsini bizə çatdırır. Məsələn, mən misal vurum, o misal əsasında bəhs edək. Bir dəfə biz deyirik ki, Cəə Səidun, Səid gəldi. Səid gəldi, Cəə fiildir, Səid faildir. Cümlə-i fiiliyyədir, bitmiş bir fikirdə bildirdi. Heç müşkülə də yoxdur bu cəhətdən. Fiil tam bir bitmiş bir fikri bildirdi. Amma bəzən belə deyirik. Cəə Səidun, Səid gəldi, zahikən, gülən halında. Biz Səidin hansı halda, Səid ki, cəə fiilinin failidir, hansı halda gəlməyin bildirən ismə, bildirən nəsiblənmiş ismə hal deyilir. Əlbəttə, bu cümlədə failin necəliyin bildirdi. İnşallah başqa bir misal vuracaq. Orada məf'ulun necəliyin bildirəcək, məf'ulun bihin. Bəs, diqqət edək. Hal nəsblənmiş bir isimdir ki, failin ya məf'ulun o feil baş verən zamanda hansı keyfiyyətdə baş verib, onu bizə çatdırır. Məsələn, Cəə Səidun zahikən, Səid gülən halında, gülərək gəldi, gülən halında gəldi. Burada biz təcziyə tərkib edəndə deyəcəyik ki, Cəə fiil, Səidun onun failidir, zahikən burada haldır. Nəyin halıdır? Failin halını bildirir ki, Səid ki, Cəənin failidir, hansı halda gəldi. Bu failə misal. Məf'ulun bihə də biz misal vuraq ki, burada məf'ulun necə olmağını bildirir. Məsələn, Rəəytu Fatimətə, gördüm mən Fatiməni. Rəəytu fiili, tu failidir, zəmiri muttəsil. Rəəytu fiili fail, gördüm. Fatimətə, Fatiməni gördüm. Amma Fatiməni hansı halda gördüm? Deyə bilərsə, müxtəlif halətləri ola bilər. Bir haləti, sən onu görəndə hansı halətdə idi, onu bildirmək üçün haldan istifadə olunur. Buyurulur ki, Rəəytu Fatimətə rakibətən, gördüm Fatiməni bir halda ki, o görülən Fatimə minən halında idi. Maşına minən halında mən onu gördüm. Bu cümləndə biz təcziyə və tərkib edəndə belə təcziyə tərkib etməliyik. Rəəytu fiil, tu onun failidir, Fatimə məf'ulun bihdir, rakibətən haldır. Burada artıq məf'ulun halını bildirir ki, hansı keyfiyyətdə onun üzərində iş baş vermişdir. Bəs diqqət edək. Hal nəsblənmiş bir isimdir.
Bəs əvvələn isimdir, saniyən nəsiblənmiş bir isimdir və salisən failin və yaxud məf'ulun bihin necəliyin bizə çatdırır. Cəə səidun zahikən cümləsində zahikən isimdir, nəsiblənmiş bir isimdir. Failin necəliyin bildirir ki, Səid gülən halında gəldi. Burada gələn kimdir? Səid. Hansı halda gəldi? Gülən halında. İkinci misalda rəəytu Fatimətə rakibətən. Burada mən gördüm Fatiməni. Fatimə hansı halda görüldü? Rakibətən minən halında. Burada rakibətən nəsiblənmiş bir isimdir. Məf'ulun nicəliyin bildirir. Bir məsələyə diqqət edək. Harada hal varsa, əgər bir cümlədə hal varsa, o hal nəyin keyfiyyətin bildirirsə, o şəxsə biz zulhal deyilir. Hal sahibi, yəni zu biməni sahibidir, haldakı haldır. Həmin cümlələrə təzədən yenidən diqqət eləyək. Cəə səidun zahikən. Cəə fiil, səidun fail, zahikən haldır. Hal varsa orada zulhal olmalıdır. Nəyin halını bildirir? Failin. Səid faildir. Eyni zamanda hal sahibidir. Zulhal deyirlər. Təcih tərkib baxımından. Həmçinin rəəytu Fatimətə rakibətən cümləsində rəəytu fiili fail, Fatimətə məf'ulun bihdir, rakibətən haldır. Hal varsa zulhal da olmalıdır. Bu cümlədə zulhal nədir? Yəni rakibətən nəyin halını bilir? Məf'ulun halını, yəni Fatimənin. Burada olur Fatimə zulhal. Bəs buna əsasən cümlədə o şəxsdir ki, hal sahibidir, terminoloji baxımdan ona zulhal deyilir. Bu cümlələrdə Səidun və Fatimə zulhal hesab olunur. Çünki zahikən, Səiddən, rakibətən də Fatimətən hal gəlmişdir. Bu halın qısa tərifi, hər birinə də qısa bir misal. Amma diqqət edək, ərəb dilində halın da özünə məxsus qismləri vardır. Əgər yadınızda olsa, biz xəbər bəhsində demişdik. Xəbər mümkündür müfrəd olsun, xəbər mümkündür cümlə olsun, xəbər mümkündür şibhi cümlə olsun. Həmin sözü hal barəsində də biz deyə bilərik. Hal da belədir. Hal bəzən ismi müfrəd olur. Necə ki, vurduğumuz misallarda müfrəd ismidir. Burada yenə qeyd edirəm, müfrəd burada təsniyə və cəmini müqabilində deyil. Burada müfrəddən məqsəd, yəni cümlə deyil, şibhi cümlə deyil. Cəə səidun zahikən cümləsində zahikən müfrəddir. Haldır, müfrəddir, yəni cümlə deyil, şibhi cümlə deyil. Rəəytu Fatimətə rakibətən, rakibətən haldır, müfrəddir, yəni cümlə və şibhi cümlə deyil. Pəs buna əsasən halın qismləri 3 qismdir. Eynən xəbər kimi. Bəzən müfrəd gəlir. Müfrəd də gələndə 2 formada gələ bilər. Bəzən müştəq, bəzən camid. Çünki müfrəd özü, ləfz-i müfrəd 2 qismdir. Sərf elmində də oxumuşduq. Ləfz-i müfrəd bəzən müştəq ola bilər, bəzən də camid ola bilər. Müştəqqə misal vurduq, həmin misallar. Cəə səidun zahikən, rəəytu Fatimətə rakibətən, hər ikisi müfrəddir, eyni zamanda müştəqqidir. Bəzən camid də ola bilər. Məsələn, kərrə səidun əsədən. Kərrə səidun əsədən. Səid həmlə elədi bir halda ki, şir kimi. Yəni, şir necə həmlə edərsə, o da o formada həmlə elədi. Burada kərrə feildir. Səidun onun failidir. Əsədən haldır, müfrəddir, özü də camiddir. Müştəqqi deyildir. Pəs halın bir qismi ismi müfrəddir. Hal ismi müfrəd kimi gələ bilər. Amma müfrəd bəzən müştəq ola bilər, bəzən də camid ola bilər. Amma inşallah dərsin davamında işarə edəcək ki, 99% yerlərdə əgər hal müfrəd olarsa, müştəq olur. Təmyizlə halın əsas fərqlərindən biri bundan ibarətdir. Ki, 99% yerlərdə hal müştəq gəlir, müfrəd olan yerlərdə. Amma təmyiz camid olaraq gəlir. Amma bəzən istisna halları vardır ki, hal camid olsun, təmyiz də müştəq olsun. Bu bir qism ki, halın bir qismi budur ki, hal
ismi müfrəd gələ bilir. Müştəq də ola bilər, camid də ola bilər, çox vaxt müştəq gəlir. Bəzən də cümlə olar. Hal cümlə olur. Cümlədə fərq eləmir. Cümlə ismiyyə olsun və yaxud da cümlə feiliyyə olsun. Hər birinə mən misal vururam. Məsələn, səhərə səidun və nasu naimun. Səid səhərə qədər oyaq qaldı. Bir halda ki, insanların hamısı yatmış idilər. İnsanlar yatdıqları halda Səid oyaq qaldı. Səhərə feil, feili mazidir. Səidun onun failidir. Və nasu naimin cümleyi ismiyyəsi cümleyi haliyyədir. Hətta vava bəzən burada deyilir. Vav burada vavı atifə deyil, bağlayıcı deyil. Vavı haliyyədir. Ən-nasu mübtəda, naimun onun xəbəridir. Cümleyi ismiyyədir. Cümleyi ismiyyə vavla birlikdə deyirlər cümleyi haliyyədir. Bəs bu cümlədə səhərə səidun və nasu naimun cümləsində səhərə fiil, səidun faildir və nasu naimun cümləsi cümlə-i ismiyyəsi haldır. Zulhal kimdir burada? Səiddir. Bəzən cümlə-i feiliyyə də ola bilər. Cümlə-i feiliyyədə misalı bıraq. Cəə səidun yərkulu. Səid qaçan halında gəldi. Cəə səidun. Səid gəldi. Yərkulu. Bir halda ki, qaçırdı. Burada tərkibdə cəə fiil, səidun faili, yərkuzu fiili, cümlə-i feiliyyədir. Yərkuzu fiildir, faili huvvədir, səidə qayıdır. Yərkuzu cümlə-i feiliyyəsi cümlə-i haliyyədir, səid, zul, hal hesab olunur. Bəzən də şibh cümlə ola bilər hal. Yəni hal şibh cümlə də ola bilər. Şibh cümlə də demişik iki qismdir. Cari məcrur da ola bilər, zərf də ola bilər. Məsələn, rəitu səidən fiddari. Gördüm Səidi bir halda ki, evdə idi. Evdə olan halında, yəni mən onu gördüm. Rəaytu fiil, fiili fail, Səidən məf'ulun bihdir. Fiddari də şibh cümlədir, cari məcrurdur. Şibh cümlədir burada hal kimi gətirilmişdir. Zulhal da yenə Səiddir. Səid məf'ulun bihdir burada, zulhaldır. Və yaxud zərf də ola bilər. Şibh cümlə zərf də ola bilər. Zərflər haqqında məf'ulun fihdə biz də bəhs etmişdik. Zərfə misal bu misal. Təkəlləmə Səidun fovqal kursiyyə. Səid söhbət elədi, danışdı. Bir halda ki, ustulun üstündə idi. Ustulun üzərində olduğu halda danışdı. Bu da fovqal kursiyyə cari məcrurdur, zərfdir, fovq zərfdir. Şibh cümlədir və burada hal gəlmişdir. Bəs buna əsasən hal üç qismdir. Müfrəd, istəyir müştəq olsun ya camid olsun. Cümlə ismiyyə də ola bilər, cümlə feiliyyə də ola bilər. Şibh cümlə də demişik ki, iki dənədir. Ya cari məcrurdur, ya zərfdir. Bu da halın müxtəlif qismləri ki, işarə olundu. Qısa olaraq təkrar edirəm. Hal nəsblənmiş bir isimdir. Failin və yaxud da məf'ulun necəliyin çatdırır. Müfrəd də ola bilər, cümlə də ola bilər, şibh cümlə də ola bilər. Müfrəd, müştəq də ola bilər, camid də ola bilər, cümlə olanda ismiyyə də ola bilər, feiliyyə də ola bilər, şibh cümlə də cari məcrur da ola bilər, zərf də ola bilər. Əgər bir cümlədə hal varsa, ya o failin necəliyin bildirir, ya məf'ulun necəliyin bildirir. Nəyin necəliyin bildirirsə, biz ona deyəcəyik zulhal. Bəs hal varsa, nəyinsə halın bildirir, o həmin şəxs ki, halın vasitəsilə onun biz necəliyin bildiririk, ona zulhal deyilir. Hal və zulhalın bir neçə şərtinə mən işarə edirəm. Əsl budur ki, hal nəkir olsun. Halın özü nəkir olmalıdır. Özü də cümlədə axırda qərar tapmalıdır. Yəni, ən azından zulhaldan sonra gəlməlidir. Yəni, cümlənin tərtibi bu formada olur adətən. Təbii qaydası belədir. Feil, ondan sonra fail, ondan sonra hal. Və adətən də fail mərifə olur, zulhal da. Eyni zamanda ki, faildir, eyni zamanda zulhaldır. Mərifə olur. Ondan sonra gələn hal nəkirə olur. Pəs diqqət edək, əsl budur. Yəni, əsl qanunu əvvəlki qanun 99% yerlərdə hal nəkirə olmalıdır
və cümlədə axırda gəlməlidir zulhaldan. Lakin zulhal mərifə olmalıdır və haldan qabağa gəlməlidir. Həmin misalı biz təkrar eləyək. Cəə Səidun zahikən. Gəldi Səid bir halda ki, gülürdü. Cəə fiildir, Səidun faildir, zahikən də haldır. Diqqət edin. Zahikən haldır, nəkirədir, özü də axırda gəlmişdir. Səidun zulhaldır, mərifədir, haldan qabağa keçmişdir. Bu təbii qanun belədir. Zulhal mərifə, müqəddəm, mərifə və müqəddəm. Amma hal nəkirə, müəxxər. Yəni zulhaldan əvvəl zulhal gəlməlidir, ondan sonra hal gəlib o zulhalın necəliyini bildirməlidir. Bu təbii və əsl qanun belədir. Amma bəzən zulhal nəkirə də ola bilər. Lakin əgər zulhal nəkirə olarsa, bunu yadda saxlayaq. Bəzi yerlərdə ki, zulhal nəkirə olarsa, burada deyirlər ki, gərək hal qabağa keçsin. Diqqət edin bu misala. Cəə rakibən rəculun. Gəldi minən halında bir kişi. Diqqət edirsiniz bu cümləyə. Cəə fiildir, rakibən fiildən sonra gəlib haldır, nəkirədir, qabağa keçib. Nə üçün bu qabağa keçib? Çünki zulhal ki, rəcüldür, nəkirədir. Nəkirə olduğuna görə burada müəxxər olmalı. Amma bu nəyə əsasəndir? Bunun bir fəlsəfəsi vardır. Burada gətirilməyib, mən amma ona işarə edirəm. O da budur ki, diqqət edin. Əgər cəənin yerində rəəytu olsaydı, rəəytu rəcülən rakibən. Burada insan iştibaha düşə bilərdi ki, rəəytu, mən gördüm, rəcülən, bir kişini, rakibən. Burada rakibən həm sifət kimi götürülə bilərdi, həm də ki, hal kimi götürə bilərdi. Burada deyirlər, sifətlə mövsuf səhv düşməsin deyibən, yaxşı olar ki, nəinki yaxşı olar, bir qanun olaraq deyirlər ki, gərək burada halı qabağa salaq. Diqqət edin, əgər mən belə desəm, rəəytu rakibən rəculən. Burada bir tərkib caizdir. Rəəytu rakibən rəculən. Rəəytu feili fail, rakibən haldır, rəculən də məfulun bihdir, zulhaldır, ondan sonra gəlib. Amma əgər desəydim rəəytu rəculən rakibən, burada iki tərkibin ikisi də düz ola bilərdi. Həm hal kimi götürmək olardı rakibəni, həm də ki, sifət kimi. Bu iştibah olmasın deyibən, bu səhvlə qarşılaşmayaq deyibən, deyiblər ki, ümumi qanun olaraq, əgər zulhal nəkirə olarsa, ümumi qayda olaraq gərək biz halı nəkirə olan zulhaldan qabağa salaq. Bu da halı bəhsi ki, bu kitab miqdarında bu qədər bəhs kifayət edər. Amma təmyiz nədir? Təmyiz də eyni ilə hal kimi nəsiblənmiş bir isimdir. Lakin, diqqət edək, lakin halın əksinə olaraq camiddir, özü də nəkirədir. Nəkirə olmaq baxımından elə halla eynidir. Çünki biz halda da dedik ki, hal adətən nəkirə olmalıdır. Müfrəd olanda nəkirə olur. Təmyiz də isimdir, hal da isimdir. Təmyiz də nəkirədir, hal da nəkirədir. Lakin hal çox vaxt müştəq olurdu, amma təmyiz camid olan bir isimdir. Camid olan bir isimdir. Bunun cümlədə rolu nədir? Biz halın cümlədə olan rolunu bildik. Hal gəlirdi cümlədə failin və yaxud da məf'ulun hansı keyfiyyətdə olmağını bildirirdi. Səid gülən halında gəldi. Fatiməni gördüm minən halında. Failin və yaxud da məf'ulun bihin keyfiyyətini bildirirdi. Təmyizin rolu nədən ibarətdir? Buyururlar ki, təmyiz camid və nəkirə olan bir isimdir ki, mübhəm yəni məchul olan isimdən sonra gəlir və yaxud da məchul olan nisbətdən sonra gəlir ki, bunun rolu həmin o özündən qabaq gələn isimin məchulluğun, ibhamlığın aradan aparmaq üçündür. Bu misala diqqət edin. Məsələn, bir nəfər deyir ki, iştərəytu mitrəyn.
Aldım mən 2 metr aldım. 2 metr aldım. Amma 2 metr nə aldım? Parça aldın ya başqa bir şey aldın. Burada mitreyn kəlməsində bir növ ibhamlığı var. Bir növ məchulluğu var. Ki bir nəfər deyir ki, iştərəytü metreyn. 2 metr aldım. Amma nə aldın? Burada adətən cümlədə, isimdə ibham və məchulluq olduğu üçün ondan sonra bir dənə camid isim gətirirlər, camid nəkirə isim gətirirlər. O ibhamlığı, o məchulluğu aradan aparsın. Məsələn, belə deyirlər. İştərəytü metreyn hərirən. 2 metr aldım, hərir. Yəni 2 metr ipək parça aldım. Burada hərirən isimdir, camiddir, nəkirədir. Bir dənə metreyn kəlməsi ki, ibham bir isimdir. Ondan sonra gəlib ki, o ibhamlığı aradan aparsın. Diqqət etmək lazımdır. Təmyiz biraz halla oxşarlığı vardı. Amma diqqət edək ki, təmyizin adından da məlum təmyiz, yəni seçmək, müəyyən etmək, ayırmaq mənasında. Harada bir kəlmədə, bir isimdə və yaxud da bir cümlənin nisbətində, İnşallah oxuyacaq, təmyiz 2 qismdir. Təmyiz zatı vardı, təmyiz nisbət vardı. İstəyir bəzən cümlədə bir cümlənin nisbətində bəzən ibhamlıq olur, bəzən də bir ismin özündə ibhamlıq olur. Bu ibhamlığı, bu məchulluğu aradan qaldırmaq üçün təmyiz ismi gətirirlər ki, o ibhamlıq aradan getsin. Məsələn, başqa bir misal vuraq. Elə təmyizin növlərinə işarə edilir. Təmyiz buyururlar ki, 2 növdür. Təmyiz zat, təmyiz nisbət. Təmyiz zat bir müəyyən bir isim ki, cümlədə işlədilib, ismin özündə, müəyyən bir kəlmənin özündə ibhamlıq vardır. Təmyiz gəlib o ibhamlığı aradan aparır. Məsələn, iştərəytü işrinə. Aldım mən 20 ədəd. 20 ədəd nə aldın? Qələm aldın, kitab aldın, dəftər aldın, nə aldın? Bir də ibhamlıq var. 20 dənə olmağı məlumdur. 20 ədəd aldım. Amma 20 ədəd nə aldım? Məsələn, burada gətirirlər ki, iştərəytü işrinə kitabən. Aldım mən 20 dənə kitab. Burada kitabən kəlməsi təmyizdir. Gəldi işrinədən, o ibhamlığı aradan apardı. 20 dənə qələm də ola bilərdi, 20 dənə dəftər də ola bilərdi, 20 dənə başqa şey də ola bilərdi. O kitabən gəlib müəyyənləşdirir ki, mənim 20 dənə aldığım kitabdır. Buna deyirlər təmyiz-i zatı. Və yaxud da Yusuf surəsinin əvvəlində Rəəytu əhədə əşərə, gördüm mən yuxuda əhədə əşərə, 11 dənə. 11 dənə nə gördün? Rəəytu əhədə əşərə kəvkəbən. 11 dənə ulduz gördüm. Bu kəvkəbən təmyizdir. Gəlir o ədədin ibhamlığını aradan aparır. Bu təmyizin bir qismi ki, buna deyirlər təmyiz-i zatı. Təmyiz-i zatı o təmyizdir ki, bir müəyyən bir isimdən gəlir ibhamlığı və məchulluğu aradan aparılır. Amma təmyiz-i nisbət nədir? Təmyiz-i nisbət o təmyizə deyirlər ki, bir cümlə bəyan edilir, lakin o cümlənin nisbətində bir növ ibhamlığı vardır, məchulluğu vardır. Bu surətdə bir kəlmə gətirilir həmin cümlədən sonra, o ibhamlığı aradan qaldırsın. Məsələn, ərəb dilində bu cümlələr çox işlədilir. Məsələn, tabət talibu. Hər hansı bir tələbə, müəyyən bir tələbə nəzərdə tutulur. Əlif lam var əvvəlində. Tabət talibu. Tələbə pak oldu. Tələbə, məsələn, müvəffəq oldu. Tələbə, məsələn, xoş olsun o tələbə. Amma nə cəhətdən? Burada bir növ ibhamlıq vardır. Tabət talibu, bu tələbə yaxşıdır, nəfsən, qəlb baxımından. Yəni, bunun qəlbi pakisədir, qəlbi təmizdir. Nəfsən kəlməsi burada deyirlər təmyizdir. Cümlədən tabə feil ət-talibu onun failidir. Bu cümlənin nisbətində olan az da olsa ibhamlığı gəlir aradan qaldırır. Məsələn, demək olar tələbə çox gözəldir, çox müvəffəqdir. Nə baxımdan? Dərsən, tabət talibu, elmən, tabət talibu, dərsən, tabət talibu, tədrisən, tabət talibu, nəfsən.
Burada müxtəlif cəhətləri işarə etmək olardı. Lakin nəfsən kəlməsi bir növ orada müəyyənləşdirir ki, biz ki bu cümlədə tələbəni tərifləyirik, nə baxımındandır? Onun qəlbi baxımından ki, qəlbi təmizdir. Bəs buna əsasən təmyiz istəyir zatı olsun, istəyir nisbəti olsun, hər iki surətdə gəlir ibhamlığı aradan qaldırır. Lakin təmyiz-i zatı da isimdən ibhamlığı aradan qaldırır, təmyiz-i nisbətdə cümlədən ibhamlığı aradan qaldırır. Və buyururlar ki, ümumiyyətlə təmyiz iki zat üçündür, ibhamlığı gəlib aradan qaldırır. Bəzən ədəddən bu ibhamlığı aradan qaldırır, bəzən cinsdən, bəzən də miqdardan. Mən ədədə misalı vurdum. Rəaytu əhədə əşərə kəvkəbən, iştərəytu işrinə kitabən. Gəldi ədəddən bir növ ibhamlığı aradan aparır. Bəzən də cinsin ibhamlığını aparır. Məsələn, ərəblərdə belə cümlələr vardır. İndi xatəmun, mənim bir üzüyüm vardır. Lakin bu üzük qızıl da ola bilər, gümüş də ola bilər, hətta dəmir də ola bilər. Burada bu belə deyirlər. İndi xatəmun, mənim bir üzüyüm var, zəhəbən, qızıldan və yaxud da indi xatəmun, fizzətən, fizzə yəni gümüşdən. İndi xatəmun, hədidən, məsələn, dəmirdən. Burada indi xatəmun ki, mənim bir üzüyüm vardır, bir növ ibhamlığı vardır. Bu üzük cinsi nədən ibarətdir? Dəmirdir, qızıldır, gümüşdür. Ondan sonra bir kəlmə gətirirlər, fizzə, ya zəhəb, ya hədid, gəlib onun ibhamlığını aradan qaldırır. Bəzən də miqdardan olur. Bəzən də miqdardan olur. Bir şeyin miqdarının ibhamını aradan qaldırmaq üçün gətirilir. Məsələn, ərəblərdə deyirlər, iştərəytu mənəvəyin. Məsələn, iki mən alım. Mənəv ərəb dilində ölçü vahididir. İştərəytu mənəvəyin, iki mənni aldım, nə əsələn. Əsəl burada bal mənasında bir mənası təmyizdir. İki mənni aldım və yaxud da 2 kiloyu aldım. 2 kiloyu nə aldın? Əsələn, bal. Burada əsələn kəlməsi təmyizdir. Nəkrə olan isimdir. Özündən əvvəldə gələn miqdarın ibhamlığını aradan qaldırır. Və yaxud da indi muddun. İndi muddun. Mənim yanımda bir mud vardır. Məsələn, 1 kiloy vardır. 1 ton vardır. 1 ton mənim yanımda var. Nə vardır? Məsələn, qəmhən. Qəmhən burada buğda mənasındadır ki, qəmhən nəkrə isimdir, təmyizdir. Özündən əvvəlki cümlənin miqdarının müəyyənləşdirir. Və yaxud da bəzən haza fərsəxun. Bu bir fərsəxdir. Nə baxımdan? Ərzə. Yəni bu yer bir fərsəxdir. Pəs bunu əsasən təmyiz-i zatı bəzən ədədin ibhamını aradan qaldırır, bəzən cinsin ibhamlığını aradan qaldırır, bəzən də miqdarın. Miqdar vəzn də ola bilər, ölçü vahidi də ola bilər və yaxud da məsafə də ola bilər. Və halında da təmyizin əsas fərqlərindən biri işarə etdik ki, çox vaxt hal müştəq olur, təmyiz isə camid olur. Və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.